Salam, hər vaxtınız xeyir, hörmətli televiziya tamaşaçıları. Qanunçuluq proqramının növbəti sayında hər birinizi xoş gördük. Əsas məqsədi vətəndaşları maarifləndirmək olan qanunçuluq proqramının bugünkü mövzusunu biz 2025-ci ildə ölkəmizdə elan olunmuş Konstitusiya və Suverenlik ilinə həsr etmişik və çalışacağıq ki, bugünkü verilişimizdə studiyamıza dəvət olunmuş qonaqlarla birlikdə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təsnifatına nəzər salaq. Ulu öndərimiz Heydər Əliyev qeyd edirdi ki, Konstitusiyanı öyrənmək lazımdır, Konstitusiyanı dərk etmək lazımdır. Konstitusiyanın hər bir maddəsini vətəndaşların hüquq və azadlıqları və vəzifələri ilə bağlı maddəsini vətəndaş bilməlidir və ona əməl etməlidir. Və biz bugünkü verilişimizdə çalışacağıq ki, Konstitusiyamızda təsbit olunmuş insan hüquqlarına, dövlətimizin bizə verdiyi hüquq və azadlıqlara birlikdə nəzər salaq. Mən mövzu ilə bağlı studiyamıza dəvət olunmuş qonaqlarımızı təqdim etmək istəyirəm. Studiyamızın bugünkü qonaqları isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Kiçik Ədliyyə Müşaviri Jalə İbrahimova və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Ombudsman Təhsilatının əməkdaşı Nuranə Kərimovadır. Hər birinizi studiyamızda salamlayıram. Bəli, biz verilişimizdə Ulu öndər Heydər Əliyev Azərbaycanda hüquq islahatlarına nəzər saldıq. Ulu öndərimiz qeyd edirdi ki, xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. Bəli, hələ Sovetlər zamanında da Ulu öndərimiz Heydər Əliyev Sovet realizminin dövlət, cəmiyyət və şəxsiyyət nəzəriyyəsinə qarşı şəxsiyyət, cəmiyyət və dövlət nəzəriyyəsini müdafiə edərək və bütün fəaliyyəti boyu yalnız bir əmələ, ədalətə, insan haqlarına xidmət etdi və təsadüfi deyildi ki, Ulu öndərimizin 1981-ci ildə Literatura qəzetəyə verdiyi müsahibəsində qoy ədalət zəfər çalsın prinsipini irəli sürmüşdür. Nuranə xanım, insan və vətəndaş hüquq və azadlıqlarının prinsipləri də bizim əsas qanunda təsbit olunmuşdur. Gəlin biz bu prinsipləri sizinlə birlikdə nəzər salaq. İnsan hüquqları fərd anadan olanda yaranır. Yəni, bu hüquqlar insana heç kəs tərəfindən verilmir. Ona görə də təbii hüquqlardır, ayrılmaz və pozulmazdır. Və dövlətin yurisdiksiyasında olan hər kəs dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyasında da insan hüquqları və azadlıqlarının əsas prinsipləri nəzərdə tutulmuşdur. Hansı ki, həmin prinsiplər insan hüquq və azadlıqlarının təmin olunmasının mahiyyətini daha dolğun izah etməyə və anlaşıqlı göstərilməyə imkan yaradır. Konstitusiyamızın 24-cü maddəsində göstərilir ki, insan hüquq və azadlıqlarının prinsipləri öz əksini tapmışdır və göstərilir ki, insan doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqlara malikdir. İnsan ləyaqəti qorunur və hörmət edilir. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqaları qarşısında məsuliyyət və vəzifələrini də müəyyənləşdirir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Həm beynəlxalq qanunvericilikdə, həm də milli qanunvericiliyimizdə nəzərdə tutulmuş prinsiplərə diqqət yetirsək, birinci təbiilik prinsipinə nəzər salmaq istəyirəm. Təbiilik prinsipi insan hüquq və azadlıqları sahəsində ən fundamental prinsiplərdir. Yəni, təbii olaraq insanlara məxsusdur. Əsas prinsiplərin fonunda ayrılmazlıq prinsipi də dayanır ki, bu prinsipin mahiyyəti ondan ibarətdir ki, insan doğularkən onunla bərabər hüquqları və azadlıqları doğulur. Həmin prinsipin mahiyyətində izah olunur ki, bu hüquqlar insana heç kəs tərəfindən verilmir, heç bir subyekt tərəfindən verilmir və ona görə də bu hüquqlar onun əlindən alına bilməz. Toxunulmazlıq və pozulmazlıq prinsipi də həm milli qanunvericiliyimizdə, həm də beynəlxalq qanunvericilikdə öz əksini tapan əsas məsələlərdən biridir. Belə ki, insana verilən hüquqlar toxunulmazdır və pozulmazdır. Heç kəs insan hüquqlarını poza, ona cinayət və ya başqa yollarla təsir edə, qəsd edə bilməz.
Bu prinsiplərin əsaslarından biri də təminatlılıq prinsipidir. Belə ki, bu prinsip digər prinsiplərin həyata keçirilməsini təmin edir və dövlət insan hüquq və azadlıqlarının həyata keçirilməsini təmin edir. Bununla bağlı tədbirlər görür, insan hüquq və azadlıqlarının pozulmasının qarşısını alır və gələcəkdə pozula biləcək hallar üçün əvvəlcədən tədbirlər görülür. Bütün bunların fonunda Azərbaycan Respublikası Konstitusiyasına nəzər yetirdikdə görürük ki, 71-ci maddədə qeyd olunur ki, qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları insan hüquq və azadlıqlarını qorumağa borcludurlar. Və belə nəticəyə gəlmək olur ki, Azərbaycan Respublikasının Konstitusiyasının bütün müddəaları birbaşa və ya dolayısıyla insan hüquq və azadlıqlarının qorunmasında mühüm əhəmiyyət daşıyır. İnsan hüquq və azadlıqlarının qorunması prinsipinin beynəlxalq və yerli normalarından biri də hüquqlara hörmət edilməsidir. Bu prinsiplər həm beynəlxalq nəzəriyyələrdə belə əks olunmuşdur ki, dövlətlər öz ərazilərində yaşayan insanların hüquqlarına hörmət etməli. Bu zaman irqi, milli, dini, cinsi və digər amillərə nəzərə almamaqla hər bir insanın hüquq bərabərliyi əsas götürülməlidir. Nurhanə xanım, hər kəsin yaşamaq hüququ var. Yaşamaq hüququ Konstitusiyada necə təsbit olunmuşdur? Bəli, yaşamaq hüququ təbii hüquqdur. Yalnız insanın mövcudluğu ilə bağlıdır və insan doğulduğu andan faktiki olaraq yaranır. Hər bir şəxs psixobioloji çatışmazlığının olub-olmamasından, habelə şəxsi mənəvi keyfiyyətlərindən asılı olmayaraq yaşamaq hüququna malikdir və beynəlxalq birlik tərəfindən birmənalı olaraq qəbul edilir. Və yaşamaq hüququ beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Ümumiyyətlə, insan və vətəndaş hüquqları çox mürəkkəb və çox planlı xarakterə malikdir. İnsan zəkası uzun illər insan hüquqları və azadlıqları ilə bağlı axtarışda olmuş, bununla bağlı müxtəlif fikirlər səsləndirilmiş, bəyanatlar verilmişdir. Müxtəlif ölkələrdə, müxtəlif dövrlərdə bununla bağlı bir sıra işlər həyata keçirilmişdir. Lakin yalnız insan azadlığının və insanın öz mənafeyinin sahibliyi olması ilə bağlı əsas məsələlər diqqət mərkəzində olmuşdur. İnsanın bərabərlik, yaşamaq hüquqları barədə məsələlər o qədər də diqqət mərkəzində olmamışdır. İkinci Dünya müharibəsi dövründə faşist cinayətkarlarının vəhşilikləri, habelə bəzi xalqlara qarşı törədilən soyqırım hadisələri insanların yaşamaq, bərabərlik və digər hüquqlarını gündəmə gətirmişdir. Bununla belə 1945-ci ildə böyük dövlətlər tərəfindən yaradılan Birləşmiş Millətlər Təşkilatı tərəfindən bütün xalqların sülh şəraitində yaşaması, insanların müharibədən müdafiə olunması, dolayısıyla insanın yaşamaq hüququnun təsdiqidir. İnsanın yaşamaq hüququ ilə bağlı əsas, ümumiyyətlə insan hüquqları və azadlıqları ilə bağlı əsas məsələlər isə ilk dəfə olaraq 10 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən Ümumdünya İnsan Hüquqları haqqında bəyannamədə öz əksini tapmışdır. Azərbaycan Respublikası da müstəqillik əldə etdikdən sonra bütün digər hüquq sahələrində olduğu kimi insan hüquqları və azadlıqları, yaşamaq və digər məsələlərlə bağlı Konstitusiya qəbul olunduqdan sonra diqqət mərkəzinə alınmışdır. Və Azərbaycan Respublikası beynəlxalq təşkilatlara qoşulmuş, bu işdə xeyli islahatlar aparılmışdır. Konstitusiyamızda bununla bağlı məsələlər öz əksini tapmışdır. Belə ki, Konstitusiyamızın 27-ci maddəsində göstərilir ki, hər kəsin yaşamaq hüququ vardır. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə ölüm cəzasının tətbiq edilməsi və qanunla müəyyən edilmiş digər hallar istisna olmaqla hər kəsin yaşamaq hüququ toxunulmazdır. Müstəsna cəza tədbiri kimi ölüm cəzası tam ləğv edilənədək yalnız dövlətə və insan həyatına, sağlamlığına, xüsusilə ağır cinayətlər zamanı tətbiq edilə bilər. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbs yerində olanın qaçmasının qarşısının alınması, dövlətə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsi. Əvvəlcə əqli mülkiyyətin nə olduğu haqqında qısaca məlumat vermək istəyirəm. Əqli mülkiyyət qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada və hallarda vətəndaşların və hüquqi şəxslərin intellektual yaradıcılığının nəticələrinə bərabər olan tutulan məhsulların yaxud yerinə yetirilən xidmətlərə verilən müstəsna hüquqdur. Əqli mülkiyyət hüquqları müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara,
fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, integral sxem topologiyalarına, coğrafi göstəricilərə, əmtəə nişanlarına və digər sahələrə aiddir. Və bütün sahələrdə olduğu kimi müstəqillik əldə etdikdən sonra əqli mülkiyyət sahəsində də ilk dəfə olaraq müstəqillik əldə etdikdən sonra bu sahədə irəliləyişlər baş vermiş və konstitusiyamızda ilk dəfə olaraq əqli mülkiyyət sahəsi öz əksini tapmışdır. Konstitusiyamızın 30-cu maddəsində göstərilir ki, hər kəsin əqli mülkiyyət hüququ vardır, müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun digər növləri qanunla qorunur. Və bundan sonra əqli mülkiyyət hüququnun qorunması ilə bağlı ölkəmizdə bir sıra qanunlar qəbul edilmiş, bir sıra işlər həyata keçirilmişdir. Bu qanunlar içərisində müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanun, Azərbaycan Respublikasının qanunu əhəmiyyətlidir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Bu hüququn, yəni əqli mülkiyyət hüququnun ən mühüm tərəflərindən biri ondan ibarətdir ki, bu hüquq vətəndaş, cəmiyyət və dövlət üçbucağı arasında olan bir hüquqdur və vətəndaşın hər hansısa bir əqli mülkiyyəti, onun öz yaradıcılığının məhsulu, onun qazancı, digər bir tərəfdən cəmiyyətin fayda görməsi, üçüncü bir tərəfdən isə dövlətin öz ali dəyərini həyata keçirməsinə imkan yaradır. Yəni insanların rifah halının yaxşılaşdırır. Bəli, biz Azərbaycan Respublikasının konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarının təsnifatına nəzər saldıq. Məlumdur ki, Nuranə xanım təmsil etdiyiniz qurum, yəni insan hüquqları ilə dair qurum olan Ombudsman İnstitutu məhz ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində dövlət siyasətini həyata keçirən əsas institutlardan biridir. Gəlin verilişimizi məhz Ombudsman insan hüquqlarının müdafiə mexanizmi kimi bununla da verilişimizi yekunlaşdıraq. Müasir dövrdə Ombudsman təsisatı hüquqi dövlətin əsas atributlarından biri hesab olunur. 20-ci əsrin ortalarından başlayaraq bir sıra ölkələrdə Ombudsman təsisatı populyarlaşaraq fəaliyyət göstərməyə başlamışdır və öz effektivliyini sübut etmiş, ölkələrin hüquq müdafiə mexanizmi sistemində öz əksini tapmışdır. Ötən əsrin sonlarına yaxın müstəqilliyini əldə etmiş ölkəmizdə də insan hüquqlarının müdafiəsi sahəsində bir sıra işlər görülmüşdür. Bunlardan biri də ümummilli lider Heydər Əliyev tərəfindən 18 iyun 1998-ci ildə qəbul edilmiş İnsan hüquqları müdafiəsi haqqında dövlət proqramı olmuşdur. Bundan əlavə olaraq 28 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkil Ombudsman təsisatı haqqında Konstitusiya qanunu qəbul edilmiş, 5 mart 2002-ci ildə isə bu qanunun tətbiqi ilə bağlı dövlət başçısı tərəfindən fərman imzalanmışdır. Bugün ölkəmizdə Ombudsman təsisatı insan hüquq və azadlıqlarının müdafiəsində xeyli işlər görür, bununla bağlı tədbirlər həyata keçirir. Muxtar Respublikamızda da blokada şəraiti nəzərə alınmaqla 21 fevral 2006-cı ildən başlayaraq insan hüquqları üzrə müvəkkil Ombudsman təsisatı fəaliyyət göstərməyə başlamışdır. Dövlət və vətəndaş münasibətlərində yeni başlanğıc hesab edilən müvəkkil aparatının yaradılması bugün Muxtar Respublikada səmərəli fəaliyyət göstərir, hüquq müdafiə mexanizmini həyata keçirir, insan hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş şikayətlərin araşdırılması, pozuntuların qarşısının alınması, müstəqil monitorinq preventiv mexanizm funksiyasını həyata keçirir, beynəlxalq təcrübə mübadiləsi aparır, hüquqi maarifləndirmə işlərində fəal iştirak edir. Və bütün bunları Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkil aparatı, dövlət orqanları, bələdiyyələr və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlıq